Hər birimizin xatirələrində heç vaxt qocalmayan, zamanın toxuna bilmədiyi bir yer var. Bax bu köhnə taxta eyvan, divarlardakı solmuş boyalar, həyətdəki o qocaman ağaclar. Onlar sadəcə bir ev deyil. Onlar bizim uşaqlığımızın ən saf, ən qayğısız günlərimizin sığınacağıdır. Yadınızdadırmı? Yay tətillərində bu eyvanda qaçışdığımız o günlər. Gecələr sərin meh bədənimizi üşüdəndə, nənəmizin üstümüzə örtdüyü o isti yorğanlar. Səhərlər eyvandan boylanıb, bağçadakı meyvələri dərməyə tələsdiyimiz o anlar. İndi bəlkə də hərəmiz bir tərəfdəyik. Böyük şəhərlərin səs-küyündə, həyatın qaça-qaçında o dincliyi axtarırıq. Amma nə vaxt ki başımızı yastığa qoyub gözlərimizi yumuruq, ruhumuz qaçıb yenə bu köhnə bağ evinə gəlir. Çünki bizim ən gözəl hekayələrimiz, ən səmimi gülüşlərimiz bax bu divarların arasında qalıb. Zaman keçir, hər şey dəyişir. Amma bəzi yerlər var ki, orada keçmiş hələ də yaşayır. Və nə qədər böyüsək də, içimizdəki o uşaq həmişə bu eyvanda bardaş qurub oturub gələcəyə ümidlə baxır. Xoş gördük hər birinizi. Kənd vloqumuzun yeni buraxılışına xoş gəlmisiniz. Bugün sizə həyətimizin ən sevimli sakinlərini, bu qoçaq ördəkləri göstərmək istədim. Onların bu hərəkətliliyi həyata xüsusi bir bərəkət və rəng qatır. Burada isə bu köhnə şüşə stəkanları yığıb gətirmişəm. Qıratdan axan buz kimi billur kimi təmiz su ilə onları tək-tək yuyuram. Elə bil stəkanları yuduqca insanın ruhu da dincəlir. Kənddə hər işin öz gözəlliyi var. Samovar çayının yeri isə tam başqadır. Odunu hazırladıq, samavara odu qaladıq. Baxın, tüstüsü necə gözəl çıxır. İndi tam qaynamaq vaxtıdır. Bu çayın dadını ancaq kənddə olanlar bilir. Samavar qaynadı, çaylar süzüldü. Baxın bu rəngə, bu gözəlliyə. Kənd həyatının ən sevdiyim anı məhz bu dəqiqələrdir. Bu stəkanda odun samavarının çayı. Suyun süzülərkən çıxardığı o səs, stəkanların cıngıltısı insanın ruhunu sakitləşdirir. Təbiətin qoynunda quşların səsi altında süzülən bu çay sadəcə bir içki deyil, bütöv bir huzurdur. Bugün sizlərə kənddən bir günümü paylaşdım. Videonu bəyənməyi unutmayın ki, belə gözəl kənd videoları sizin qarşınıza daha çox çıxsın.